onurğada müəyyən sirlər var. Mən o sirlərdən bəzilərini açmaq istəyirəm. Siz götürün onurğanın şəklini, qabırğa ilə bir yerdə ona baxın. Görün antena formasındadır. Onurğa belə durub, qabırğalar da bu formada antena formasındadır. Bizim məsələn, televizorlar dalğaları antena ilə qəbul elədikləri kimi, orqanizmdə kainatdan gələn enerji dalğaların həmən onurğa vasitəsilə qəbul olunur. Yəni, o mənfi enerjilər indi çoxalıbdır. Kainatda iki cürə enerji gəlir insana. Müsbət enerjilər gəlir, bir də mənfi enerjilər gəlir. Müsbət enerjilər gəlir saf insanlardan, gözəl insanlardan, doğru insanlardan, əməli salih insanlardan müsbət enerji gəlir insana. Bunların da sayı indi azalıbdır. İndi hansı insanlar çoxalıb, günahkar insanlar, nətər deyirlər, xəbiz, paxıl, həsəd aparan, kinli insanlar çoxalıb. Ona görə də mənfi enerjilər, onlardan ayrılan mənfi enerji də çoxalıbdır. O mənfi enerjilər də ilk olaraq bizim onurğamıza çırpılır. Başqa insanların gəlin onurğasına çırpılır o enerji. Sizdə valca var da, Onurğa doktor. qəbul eləyir. Qəbul eləyəndə onurğada kifoz yarada bilir bu. Kifoz yaradır, sürüşmələr yaradır, disklər arasında, fəqərələr arasında diskin sürüşməsini yaradır. Qrija yaradır və belə hallarda da İnsanlar çox vaxt gedirlər həkimə ki, dərman versin. Dərmanı alır ki, edici dərmanlardır. Həqiqətən də sürtür orayı, iynəni vurur, görürsən ki, onurğanın ağrısı kəsir. Amma bu vaxtı, bu halda o onurğadakı mənfi enerji itmir. Mənfi enerji keçir, vurur ətraflara. Məsələn, vurur dizlərə, vurur qollara, keyləşmə yaradır, oynaqların yeyilməsini yaradır. Sonra analıq orqanlarına, sonra süd bəzlərində kistaların, miomatik düyünlərin, mastopatiyanın yaranmasına səbəb olur, böyrək ağrılarının yaranmasına səbəb olur, mədə-bağırsaq pozğunluqları. Bütün o onurğadakı o keyitmə vasitəsilə qovulan mənfi enerji var, o daxilə gedir. Gedir daxilə və həmin orqanların funksiyasını pozulur. Bəzən görsən, mənə pasiyentlər sualı verir ki, biz evdə olanda belimiz ağrır, evdə yatırıq belimiz ağrır. Amma gedirik, məsələn, başqa bir şəhərə gedirik, bir qonaq gedirik, uzağa gedirik, gedib orada yatırıq, heç bel ağrısı olmur bizdə. Bunun səbəbi nədir? Bunun çox maraqlı səbəb yağın ki, tamaşaçıların da çoxsunda belə hallar müşahidə edirlər ki, uzaqlaşanda, evdən uzaqlaşanda belə onurğa ağrımır. Bunun sirri odur ki, bayaq dedim bunun sirrini, onurğa qəbırğalar antena funksiyasını yerinə yetirir. Evin aurası var. Evin aurası mənfi olanda evdə bel ağrıyır həmişə. Necə ki, bizim telefonlarımız evdə olanda Wi-Fi tutur da, Wi-Fi'yə qoşulur, dalğalar tutur. Uzaqlaşanda, evdən uzaqlaşanda Wi-Fi tutmur. Telefonumuz Wi-Fi'nin enerjisini tutmur. Bax, evdən də uzaqlaşanda, biz özümüz uzaqlaşanda onurğamız evin aurasını qəbul eləyə bilmir. Dalğa dəyişir, kəmiyyət dəyişikliyi keçir, keyfiyyət dəyişikliyi. Uzaqlaşanda artıq başqa bir aurada oluruq, başqa bir mühitdə oluruq. Onurğamız başlayır müsbət enerji qəbul eləmək. Müsbət enerji qəbul eləyəndə onurğa öz-özündən sağalır. Çox vaxt, məsələn, insanlar gedirlər, xaricə müalicəyə gedirlər, əvvələ İrana gedərdilər, başqa-başqa uzaq yerlərə gedirlər. Deyirlər, çox yaxşı sağaldıq, yaxşı olduq. Əslində, onlar orada heç müalicə olunmasalar da sağalarlar. Çünki oranın enerjisi başqadır. Buradakı mühit başqadır. Buradakı evdəki aura başqadır. O ağrıdan evdəki aura idi. Uzaqlaşanda o aura yoxdur. Sonra qayıdıb gələndən sonra yenə də bir aydan sonra soruşdan gəlsən yenə də elə ağrıdır. Və yaxud da qrija üçün məsələn yırtıqlar olur beldə, onurğada da. Gedirlər əməliyyat elətdirirlər. Deyirlər çox qəşəng, yaxşı sağaldıq, heç bir ağrı da yoxdur. Amma 1-2 aydan sonra həmin adamlar soruş, deyir ki, elə belim ağrıyır, yenə də ağrıyır. Bunun səbəbi odur ki, kəsib götürürlər yırtığı. Amma o enerji qalır orada. Enerji qalanda yenə də elə bir şey sahərin görünən tərəfini kəsirsən ki, görünməyən kök qalır ha. Həmən o mənfi enerjilər kökdür. Biz ona görə də müalicəmizi tibbi yolla aparmırıq. Tibbi yolla aparılma müalicələr müvəqqətidir. Biz orada efir enerjisi ilə onu təmizləyirik. O bədənin enerjisini enerji dalğaları, mənfi enerjiləri çıxardır, negativ enerjini çıxardırıq onurğadan, bədənlə ümumiyyətlə da. Ondan sonra insanda heç elə birinci seans ağrı ilə gələn, aksiya gələn adamlar, çəliklə gələn adamlar bir dənə seans edib təmizləyən kimi artıq çox rahat ağrıları da kəsir və çox rahatlıqla gedirlər, çəliksiz gedirlər bizim qəbulumuz.